Oğlaq bürcü üçün may ayı 2025 bürc yozumu, hörmətli Oğlaq, qarşıdakı ay müxtəlif mövzulara toxunacaq, lakin bəlkə də ən əhəmiyyətlisi, may ayında irəlilədiyinizi hiss edəcəksiniz. Bu, əvvəlki ayların bəzən sıxışdırılmış, qeyri-müəyyən, AB havasından sonra bir rahatlama kimi gəlir. May ayı ev həyatınızda və ya yaşayış şəraitinizdə və tənzimləmələrinizdə daha çox aydınlığın olduğu bir aydır. Romantika, yaxınlıq və sağlamlıq da diqqət mərkəzindədir. Bu ay həm işə, həm də əyləncəyə güclü bir diqqət var. Əyləncə, romantika, yaradıcılıq, şənliklər və hobbilər daha çox qürur mənbəyi ola bilər və Günəş ayın 20 nə qədər sevinç sektorunuzdan keçərkən, bu həyat sahələri ilə olan qarşılıqlı əlaqəniz artır. May ayında özünüzü bir fərd olaraq ifadə etmək ehtiyacınızla təmasda olursunuz. Etdiyiniz hər şeyə özünə məxsus damğanızı vurursunuz və bu, mühüm bir özünü kəşf etmə prosesidir. Pluton, ayın 4 illik geri hərəkət dövrünə başlayır və bu istiqamət dəyişikliyi, maliyyə işlərinizi, pula və əşyalara qarşı münasibətinizi, nəyə və kimə dəyər verdiyinizi və öz dəyərinizi nəzərdən keçirməyə vadar edir. Bu dəyişiklik baş verərkən, pul və təhlükəsizliklə bağlı qorxular və ya narahatlıqlar arta bilər. Lakin oktyabr ayına qədər davam edəcək geri hərəkət dövrü, perspektiv qazanmanıza kömək edir. Praktiki işlərinizi nəzarətə götürmək və ya mikro idarə etmək mövzusunda, üzərinizdəki təzyiq azaldıqda, seçim və qərarlarınız yaxşılaşır. Yenə də, öz vaxtında inkişaf etməli olan məsələləri zorlamamaq vacibdir. Ayın 12-sindəki dolunay, ani və ya gözlənilməz sosial fəaliyyətlər və aydınlanmalar gətirə bilər. Məsələn, sizi ev işlərindən azad edə bilər və ya sizə yoldaşlıq etmək və ya kömək etmək istəyən bir dostunuzu gətirə bilər. Alternativ olaraq, bu bir dostluq və ya layihə haqqında hisslərinizi kəşf etmək üçün bir vaxt ola bilər. Bu günlərdə şəxsi həyatınız və işinizlə olduqca məşğul idiniz və indi rutinizdən çıxırsınız, sizi daha yaxşı bir tarazlığa doğru itələyir. Dolunay indi geri verməyin mükafatlandırıcı olduğunu xatırladır. Hər cür ünsiyyət vurğulanır, lakin xüsusilə yaradıcı təmaslar, uşaqlar və romantik maraqları əhatə edənlər vurğulanır və bunlar ümumiyyətlə müsbətdir. Bundan əlavə, xüsusilə yaradıcılığınız və ağıllı fikirləriniz vasitəsilə özünüzü təqdim etmək səyləri üçün yaxşı bir zamandır. Özünüzü şaxələndirməyə və əylənməyə çox diqqət yetirsəniz də, özəl layihələrinizə və maraqlarınıza baş vurmaq sizin üçün çox asan ola bilər. Bu ay sizi darıxmış vəziyyətdə tapmaq çətindir. Araşdırma və təhlil məhsuldar və xoş ola bilər. Məsələləri araşdırmağa meyillisiniz. İş və şəxsi həyatınıza lazımi diqqəti göstərdiyiniz üçün qaniyedici bir iş-həyat balansı tamamilə mümkündür. Yenə də, bu ay bəzən işləri yüngül və əyləncəli saxlamaqla dərinə getmək arasında biraz bölünmüş hiss edə bilərsiniz. Venera bütün ay boyu ev və ailə sektorunuzda hərəkət edir və evin ətrafındakı bütün qüsurları yumşaldır. İş və şəxsi həyatını və ev həyatını gözəl, böyümə yönümlü şəkildə birləşdirirsiniz. Keçmişinizlə və ya uşaqlıq problemlərinizlə əlaqə qurmaq və onları həll etmək də mükafatlandırıcıdır və bunu edərkən daha sağlam hiss edirsiniz və ya sağlamlığınızı yaxşılaşdırmaq üçün daha qərarlı olursunuz. Dəstək, pul, yaxın münasibətlər və şəxsi cazibədarlıq üçün müsbət enerji sizinlədir. Sakit hiss edirsiniz, lakin eyni zamanda nəzakətlə meydan oxunur və hərəkətə keçməyə hazırsınız. Həyatınızı xüsusilə dərin, daxili bir səviyyədə dəyişdirmək üçün xüsusilə istəkli ola bilərsiniz. Ayın 20-sindən etibarən ulduzlarda işə və rutinə daha çox diqqət var. Ayın 26-sındakı yeni ay iş və sağlamlıq sektorunuza daha çox G3 gətirir və vərdişlərinizi yaxşılaşdırmağa və rutininizlə yeni bir başlanğıc etməyə sizi təşviq edir. Bu, yeni aydan sonra həyat tərzi yaxşılaşdırmaları güclü şəkildə dəstəklənir. Xidmətlərinizin, iş mühitinizin, gündəlik həyatınızın və ya sağlamlıq məsələlərinizin məsuliyyətini öz üzərinizə götürürsünüz. Planlarınızı və inkişaflarınızı indi qiymətləndirin. İş yerində yaxşı təcrübələr yaşamağınız ehtimalı yüksəkdir, xüsusilə də may ayının son həftəsində. Başqaları ilə yola getməyin yeni yollarını tapırsınız və insanlar xidmətlərinizə dəyər verirlər. Bir fikir tamamilə çiçəklənə bilər və bu, sağlamlığınız, gündəlik işləriniz, ev işləriniz və ya işinizlə bağlı ola bilər. Söhbətlər və ya gələn xəbərlər yeni başlanğıclara yol aça bilər. Hazırda gördüklərinizdən və kəşf etdiklərinizdən qazanacağınız çox şey var. Bir mövzuda tərəddüd edir, onu anlamağa çalışa bilərsiniz və indi bu barədə daha aydınsınız və ya ən azı bir mövzuda harada dayandığınızı bilirsiniz və bu yaxşı hiss etdirir. Dolça bürcü üçün may ayı 2025 bürc yozumu. Hörmətli Dolça, Mars tərəfdaşlıq sektorunuzdan keçərək may ayında əlaqələri və başqaları ilə qarşılıqlı əlaqələri canlandırır. Bundan əlavə, ev dünyanıza lazımi diqqəti göstərirsiniz. Bəlkə də şəxsi həyatınızla daha çox fəxr edirsiniz və ya özünüzü mərkəzləşdirmək və möhkəmlənmək ehtiyacını hiss edirsiniz. Ünsiyyət daha açıqdır və bu ay başqaları ilə və şəxsi maraqlarınızla yaxşı əlaqə qurursunuz. Son vaxtlar gecikmələr və ya uzun sürən qeyri-müəyyənlik dövrləri yaşayarkən, may ayında maneələr aradan qalxır.
Sizin üçün yavaşlamalar əsasən ünsiyyət, nəqliyyat, sevgi və pul ətrafında cəmlənmişdi. May canlı və bəzi eniş çıxışlar vəd etsə də, enerji daha problemsiz axır. Maliyyə qazancları ünsiyyətdən və ya qardaşlardan gələ bilər. Sevgi fürsətləri də ola bilər. Yenə də, Pluton mayın 4də bürcünüzdə geri hərəkətə başlayır və bu geri hərəkət dövrü Oktiya BR ayına qədər davam edəcək. Dəyişiklik hazırda baş verdiyi üçün həll olunmamış məsələlərdə, qorxularda və ya məcburiyyətlərdə müəyyən bir artım ola bilər. Lakin bu istiqamət dəyişikliyini aşdıqdan sonra aylarla davam edən geri hərəkət dövrü həddindən artıq narahat və ya obsessiv ola biləcəyiniz yerləri görmək üçün özünüzü bu şeylərdən kifayət qədər uzaqlaşdırmaq üçün əla fürsətdir. Öz-özünə başlanğıclara, yeni başlanğıclara, karyera məsələlərinə və məsuliyyətlərə yanaşmanızı nəzərdən keçirmək və yenidən qiymətləndirmək üçün yaxşı bir mövqedəsiniz. Həddindən artıq nəzarətçi olmusunuzsa, indi bunu dərk edirsiniz və təzyiqin bir hissəsini üzərinizdən atmaq istəyirsiniz. Bu ay ev həyatınızı və ailə münasibətlərinizi yaxşılaşdırmaq və onlardan həzz almaq üçün güclü bir mövqedəsiniz. Daxili dünyanızın əhəmiyyətli bir hissəsinin bu ay bərpa olunması, yenilənməsi və rahatlaması lazımdır. Lakin may irəlilədikcə xüsusi diqqət, əyləncə və oyunlar, romantika və ya hobbi və istirahət arzulamağa başlayırsınız. Parıldamaq istəyirsiniz. Ayın 12-sində ətrafında dolunay zamanı göz açan bir dövr yaşanır. Həyəcanverici kəşflər edə bilərsiniz, lakin şəxsi həyatınıza həddindən artıq qapılıbsınızsa hərəkətə keçməyiniz də mümkündür. Günəşin xəritənizin zirvəsində baş verən dolunay çiçək, bunda böyük rol oynayır, vəzifəyə çağırıla bilərsiniz və ya sadəcə bir məsuliyyəti yerinə yetirməli və ya indi liderliyi öz üzərinizə götürməlisiniz. Bu, bir yüksəliş, zirvə nöqtəsi və ya bir layihənin, tanınmanın, yeni bir titulun, status dəyişikliyinin və ya mükafatın dönüş nöqtəsi ola bilər. Təmiratlar, yenidən bəzəmələr və evdə daha çox azadlıq, təşkilatlanma və rahatlıq təmin edən təkmilləşdirmələr etmək uzunmüddətli nəticələr verə bilər. Bu ay daxildə yenə də çox şey baş verir. Mars bütün ay bürcünüzə qarşı hərəkət edərkən tərəfdaşlıqlarınızda rəqabətçi bir hiss ola bilər və əlaqələrinizə normaldan daha çox enerji sərf edə bilərsiniz. Əhəmiyyətli birini qıcıqlandırmaq və ya əsəbiləşdirmək və ya bir ortağa rəqib kimi davranmaq meylinə diqqət yetirin. Sizdə və ya ortağınızda inciklik meyli və ya heç yerdən çıxan mübahisələr ola bilər. Ortaq bir məqsəd üçün biri ilə işlədiyiniz zaman ən yaxşı halınızdasınız. Bəlkə də bu enerjini öz xeyrinizə istifadə etməyin ideal yolu, başqalarının sizə ilham verməsinə və sizi motivasiya etməsinə icazə verməkdir. Komanda qurun və hərəkətə keçin, beləliklə artıq enerji xaricə yönəlsin. Bu, ehtiraslı, ifşa edici bir zaman ola bilər. Venera bütün ay bürcünüzlə uyğun hərəkət edərək sizə kömək edir. Bu mövqe şəxsi cazibəniz üçün möcüzələr yaradır. Ünsiyyətə daha çox səy göstərdiyinizdə və ya şəxsi maraqlarınızı digər işlər və əlaqələrə uyğunlaşdırmaq üçün daha yaxşı strukturlaşdırdığınızda, əlaqələr daha axıcı olur. Özünüzü inkişaf etmiş əlaqələrə və ünsiyyətə olan ehtiyaca qarşı təvazökar etmək üçün yaxşı bir zaman ola bilər. Bu da sizə bir çox fərqli həyat sahəsində kömək edir. Sözləriniz sizi başqalarına, ən azı mənəvi olaraq yaxınlaşdıra bilər. Əməkdaşlıq əla ola bilər və bir işi bölüşmək, bir seminara qatılmaq, bir işi irəli aparmaq və ya yeni bir dostla əlaqə qurmaq xoş bir diqqət mərkəzi ola bilər. Ayın 20-sindən etibarən əyləncə, romantika və yaradıcı özünü ifadə etməyə artan bir diqqət yönələcək. Yəqin ki, ayı başladığınızdan çox daha açıq və özünə inamlı bir şəkildə bitirəcəksiniz. Ayın 26-sındakı yeni ay, özünüzü ifadə etməyin və əylənməyin verdiyi bir canlanma və ya yeni bir başlanğıc hissi gətirdiyi üçün enerji verən, gücləndirən bir ay olacaq. Ayın son bir neçə günü yaradıcı layihələr, bir əlaqə və ya bir hobbi haqqında biraz aydınlıq əldə etmək üçün yaxşıdır. İşinizlə, fikirlərinizlə və inanclarınızla daha çox fəxr edirsiniz. Yaradıcı layihələr bir dönüş nöqtəsinə çata bilər və ya bir müddətdir inkişaf edən bir mövzu ilə bağlı romantik bir vəhy ola bilər. Xüsusilə sevgi münasibətlərinizdə dürüst, açıq bir hiss də məmnun edicidir. Balıq bürcü üçün may ayı 2025 bürc yozumu. Hörmətli balıq, Mars bütün ay boyunca iş və sağlamlıq sektorunuzu canlandırır, sizi hərəkətə gətirir və işinizi həll etmək üçün motivasiya edir. Sağlamlığınıza, zindeliyinizə və ya şəxsi qulluq proqramlarınıza daha çox əzələ və motivasiya gətirirsiniz. Məsələn, bir müayinəyə getməyi təxirə salmısınızsa və ya fitnessdə yavaşlamısınızsa, bu yenidən hərəkətə keçmək zamanıdır. Məsuliyyəti öz üzərinizə götürmək istəyirsiniz. Bəzən başlamaq, liderlik etmək və müstəqil işləmək ehtiyacı başqaları ilə rəqabəti və ya qarşıdurmanı körükləyə bilər. Buna görə də işləri biraz da olsa yumşaltmaq və ya hansını seçdiyinizə bağlı olaraq bir və ya iki döyüşə özünüzü hazırlamaq üçün əlinizdən gələni edin. Lakin may ayı şəxsi maraqlarınıza, pul məsələlərinizə və ev və ailə həyatınıza da xoş bir diqqət yönəldir. Bundan əlavə daha axıcı hiss etdirir.
Son aylardakı yavaşlamaların və ya çaşqın anların çoxu artıq geridə qaldı. May ayı sizə sabit bir şəkildə irəliyə doğru hərəkət vəd edir. Maliyyə, iş, ünsiyyət və nəqliyyatla bağlı açıqlamalar və irəliləyişlər hazırda güclü bir şəkildə formalaşır. Bu şeylər yaxşılaşır, təbii olaraq axır və bu ay sürət qazanır. Nə istədiyinizi bilirsiniz və layihələrinizi daha diqqətli bir şəkildə seçirsiniz. Bu ay özünüzü tez-tez işlərə, şəxsi maraqlara, yazmağa, danışmağa, işlərə və əlaqələrə başdan ayağa batmış vəziyyətdə tapa bilərsiniz. Günəşin 20-sinə qədər solar 3-cü evinizdə və Merkürün 10-undan 25-şiyinə qədər orada olması ilə ünsiyyətlərinizdə, rəhbərliyinizdə və ya təlimlərinizdə çox təsirli və ya inandırıcı ola bilərsiniz. May ayı böyük fikirlər ayı ola bilər və başqalarına çatmaq üçün olduqca mükəmməldir. Lakin boşqabınızda çox şey olduğunu hiss etdiyiniz zamanlar ola bilər və bunun nəticəsində biraz dağınıq ola bilərsiniz. İşlər və qısa səfərlərlə məşğul olmaq daha tez-tez baş verə bilər, lakin eyni zamanda bəzi gözəl fürsətlərə də yol aça bilər. Ayın 12-sindəki dolunay ətrafında mühüm aydınlanmalar yaşaya bilər və şəxsi kəşflər edə bilərsiniz. Daha əvvəl uzaq tutulan və ya dərinlərə itələnən duyğularla əlaqə qurmaq və onları sərbəst buraxmaq zamanıdır. Hər hansı bir dolunay ağır və ya yorucu hiss etdirsə də, eyni zamanda sərbəst buraxma, azad olma, elanlar və layihələrin bir dönüş nöqtəsinə tatdığı bir zaman ola bilər. Bu, işlərin, nəşr olunmuş əsərlərin və ya rutininizin xaricində şeyləri kəşf etmək və araşdırmaq ehtiyacının bir zirvəsini əhatə edə bilər. Yenə də, Pluton bu ay illik geri hərəkətinə başlayır və bu dəyişikliyin baş verməsi ilə birlikdə bəzi intensivləşən qorxular, narahatlıqlar və ya məyusluqlar yaşaya bilərsiniz. Ürəyinizi rahat tutun, bu şeylər tezliklə sakitləşəcəkdir. Geri hərəkət oktyabr ayına qədər davam edəcək və sizi bağlılıqlarınızı və qorxularınızı müşahidə etməyə və anlamağa təşviq edir. Narahatlıqların, günah hissinin və nəzarət problemlərinin sizə qarşı necə işlədiyini fərq etməmiş ola bilərsiniz. Artıq bu əlaqələri qurduğunuza görə, problemləri yaxşılaşdırmaq və həll etmək üçün işləmək daha asandır. Bu ay sağlamlıq və iş hədəflərinizə çatmaq üçün həddindən artıq motivasiya oluna bilərsiniz və keçmiş performansınızı yaxşılaşdırmaq üçün heç nədən çəkinməyəcəksiniz. Öz sürətinizi və hədəflərinizi müəyyənləşdirmək istəyirsiniz və hazırda özünüz üçün yaratdığınız kiçik çətinliklərlə uğur qazanırsınız. Bu ay daha çox sərbəst agentsiniz və yəqin ki saya bilməyəcəyiniz qədər çox fikir və plan yaradacaqsınız. Lakin ağlabatan şəkildə idarə edə biləcəyinizdən daha çoxuna diqqət yetirməlisiniz. Maliyyə vəziyyəti daha aydındır. Gəliriniz, ailəniz və ya ev həyatınızla bağlı gözəl gözləntilər ola bilər. Özünüzü və bil və ya yaxınlarınızı daha təhlükəsiz etmək istəyi sizi motivasiya edir. İş qrafiki yaxşılaşır və işiniz və ya rutinlərinizlə bağlı yaradıcı olmaq istəyə bilərsiniz. Ayın son həftəsi yeni ay və yeni bir başlanğıc şansı gətirir. 20-sindən bəri daha çox evə yönəlmisiniz və yeni ay bu sahədə hədəflər müəyyənləşdirməyə kömək edir. Ailənizlə və ya ailəniz haqqında diqqətə layiq, mənalı söhbətlər ola bilər. Ev cəbhəsində və ya yaşayış şəraiti ilə bağlı şeylər bir araya gəlir və fikirlər cücərə bilər. Şəxsi məsələləri idarə etmək bacarığınızla fəxr edirsiniz. Ev dünyanıza daha çox ürək qatmaq üçün əla bir zamandır. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın ki, digər bürclər haqqında vaxtında məlumat ala biləsiniz.